Amerika-Vyetnam savaşında bir nəfər qalxır, hər gün səhər-səhər gəlir Ağ Evin qabağına, Amerikada bir dənə şam yandırır, nümayiş eləyir. Bir gün, 2 gün, 3 gün, 5 gün, 10 gün, hər gün gəlir bir şam yandırır, nümayiş eləyir. Axırda buna sual verirlər ki, sən gəlib burada bir şam yandırırsan, nümayiş eləyirsən bu savaşı. Yəni, etirazı bildirirsən bu savaşa. Neysə dəyişdirəcək və inanırsan, deyir, mən deyir, buraya gəlib şamı yandırıb nümayiş eləyirəm, neysə dəyişdirmək üçün eləmirəm. Mən dəyişməyim, özüm dəyişməyim, əxlaqım, şərəfim, ləyaqətim dəyişməsin. Bunlar kimi olmasın deyə gəlirəm mən bura. Yoxsa mən gəlib burada bir şamı yandırmaqla neysə dəyişdirməyəcəyimi bilirəm. İndi əziz qardaşlar, ətrafımızda olub bitənləri təhlil edin. Bir tərəziyə qoyun, çəkin. Kimin çəkisi nədir, kimin ağırlığı nədir, ona görə çalışın. Ətrafımızda olub bitən məsələlər bizi tərəfə çəkib, hər hansı bir tərəfə çəkib, əxlaqımızı, şərəfimizi, ləyaqətimizi alçaltmasın mənim qardaşlarım.